Salam, əziz izləyicilərim, xoş gördük kanalımda sizi. Hələ də abunə deyilsinizsə, keçin abunəliyə vurun və yorum yazıb like atsaz da bacınızı çox sevindirərsiniz. Deməli, bu günləri əzizlərim mən neylədim? Yarpaq dolmasının dondurulması morozilkada və onu donandan sonra bişirilməsi videosu, vlogu paylaşacağım belə deyək. Deməli, 500 qram ətə, yəni çəkilmiş ətə, zövqə görə keşniş şüyüd. Mən keşniş çox vurmuram, çünki ətin yağını çəkir canına, əti yağsız edir. Mən çalışıram ki, şüyüd daha çox vurum. O şüyüd azı olanda keşniş biraz vururam məcburiyyətdən. Təbii ki, nanə qurusudur, reyhan qurusudur. Mən xoşlayıram. Adətən kələm dolmasına reyhan qurusu vururlar, amma mən yarpaq dolmasında da sevirəm. Yəni zövqə görədir təbii ki. Duz, istiot, harca 3-4 baş soğan, 1-2 balaca diş sarımsaq. Bunları da mən vururam. Bir balaca da çay qaşığı ucunda da sarkök vururam. Ətim yumuşaq və dadı fərqli olsun deyə. Bunları vurduqdan sonra qarışdırıram qəşəngcənəm. Yəni bilməyənlər üçün deyirəm. Sonra yarpaqlarımızı, yəni təbii belə deyək, sveji, yəni mövsümə görə yarpaq yaşıldırsa, yəni bağlanmış deyilsə, mütləq şəkildə qaynar su töküb üzərinə, ondan sonra yəni bükə bilərsiniz və yaxud da ki, bağlanmış yəni qışlıq yarpaqdırsa, açıb yüngülcə bir qaynar su əlavə eləyib, suyunu süzüb, təzədən, yəni duzunu yuyub bükə bilərsiniz. Kim istəyir zövqə görə uzun sara bilər, kim istəyir belə deyək 4 bucaq, kim istəyir xırda, yəni o zonaya görə dəyişir və isteyə görə dəyişir. Düzdür, bizim belə deyim Bakı tərəfi belə kvadratda bu 4 bucaq formada bükülməyi daha çox xoşlayırlar və sapa düzürlər məclisləri üçün. Mən təbii ki, ev üçün elədiyim üçün uzun-uzun elədim sarmaları, yarpaq dolmasını. Dedim, uşaqlar uzun-uzun xoşlayırlar deyə. Dedim, qoy elə olsun bu səfərdə. Ümumiyyətlə, çox vaxtı sarma eləyirəm. Uzun, yəni türklərin belə sözü, türk qardaşlarımızın sarmaları tipdə eləyirəm. Yəni, fərq eləmir, eyni şeydir. Prosta forması fərqlidir. Amma onu daha çox sevirlər uşaqlarım. Və təbii ki, o formada da yəni eləyirəm ki, uşaqlarım yesinlər. Bircə yesinlər. İştahları dəhşət dərəcədə ölüdür. Bilməm, sizin uşaqlar da elədir ya, yox. Mən uşaqlara yemək yedizdirənə qədər da bütün özüm yeməkdən həvəsdən ölürəm də. Ay qızım ye, ay qızım ye dedikcə, yəqin ki, hamı belədir və bunları bu formada düzürəm. Klyonka, deməli, əvvəldən boşqaba keçirtmişdim klyonkanı, yəni paketi. Sonra dolmaları bükdükcə üzərinə qoydum, dondurdum. Burada da köftələrimi görürsünüz, dondurub hazır qoyuram ətlərimi. Və bir neçə gündən sonra, yəni əl üzdə başqa işiniz var, yeməyə çatdıra bilmirsiniz və yaxud da tələsik harası getməlisiniz. Tez bazar xalqında çıxarsınız. İnanırsınız, bir ay qalsın, 3 ay qalsın. O dolmaların rəngi, yarpağı heç biri dəyişmir. Bişəndə də sveji çıxır. Yəni buna tam əmin olun. Mənim hətta 2 ay, 3 ay qaldığım dolmalarım olub. Məsələn, büküb qoymuşam, getmişəm bir neçə ay evdə olmamışam. Məsələn, istirahətli rayonda falandı. Gəlmişəm, görmüşəm ki, olduğu kimi də qalıb. Zaten donur. Yəni donandan sonra heç nə olmur. Bu da pişmiş halı görürsünüz. Nuş olsun. Hamıya göz haqqınızı da halal edin. Hələlik.